şirkətinin Gel Regeneration İKAM məhsuludur. İngilis dilində tərcüməsi canlılaşma, yeniləşmə, təzələnmə deməkdir. Və tibbi və kosmetoloji sahədə dərinin, bədənin, orqanizmin ümumi görünüşün daha gənc və sağlam hala gətirilməsi, məsələn, üz canlılaşma prosedurunun çox gözəl təsir göstərir. Tərkibində C vitamini, yer kökü, dağlı meşədən bitən 5 hərban kinstam vardır. İnsanın hüceyrə səviyyəsində toksinlərdən, şüardan, dərman qalıqlardan təmizləyir. Eyni zamanda orqanizmi ruhi səviyyədə təmizləyir. Keçmiş stressi, şoku atlatır. Pis vərdişlərdən, tütün vasitələrindən, siqaret, həmçinin də içki aludəsi olan insanlarda çox gözəl təmizləyici funksiyanı yerinə yetirir. Həmçinin güclü təbii antistress maddə kimi təfəkkürün aydın saxlayaraq beyni sakitləşdirir və asılılıq yaratmır insanlarda. Bütün orqanizmin, əsasən ürək, beynin qan təchizatının oksigenlə təmin etməsini yaxşılaşdırır. Həmçinin cinsiyət sisteminin üzünün yaxşılaşmasına kömək göstərir istər istər xanımlarda. Qocalma prosesini ləngidir, ağ saçların əmələ gəlməsini ləngidir. Ağciyər uşaqlıq boyunda, qaraciyər, həmçinin də melanoma xərçəng inkişafını tormozlaya bilir. Hardasa effekti 20-80% arasında dəyişir. Hamilə xanımlarda ürək döymənin, təzyiqin aşağı düşməsinin qarşısını alır. Hamiləlik toksik qazlardan effektidir və əhval-ruhiyyənin yaxşı olmasına çox kömək göstərir. İdmançılara da eyni zamanda fiziki və mənəvi yorğunluğu aradan qaldırır. Nevroz, depressiya, migren, epilepsiya, insult kimi sinir iltihabı müalicəsi proqramında effektidir. Həm gənclərə, həm uşaqlara, həm böyüklərə istifadəsi, yəni proqram əsasında təyin olunur. Mən bu haqda qısa bir məlumat nədən verdim? Bu güclü təmizləyici olduğuna görə istəyərdim mən sizə bir dənə proseduranı tanış edeyim. Gördüyünüz burada şəffaf bir adi bir sudur. Bu gördüyünüz düyüdür və bu da bildiyimiz yoddur. Yəni burada orqanizmdəki bütün şlaqlarımızı necə təmizləyə bilər? İnsan hər hansı bir qidalardan, fast food yeməkləri, gündəlik yediyimiz hər hansı bir orqanizmdə yad olan bir məhsullardan istifadə ediriksə və qaraciyərimizdə hər hansı bir piylənmə, eyni zamanda xolesterinlər əmələ gəlir və mən sizə bir dənə prosedurla tanış etmək istəyirəm ki, bu necə təmizləmə proseduru yerinə yetirmək olar. Gördüyünüz şəffaf olan suya bildiyimiz ağ düyünü tökürük və orqanizmin necə belə təmiz olduğunu görmək görürsünüz. Və bura bildiyimiz yoddan, məhlumumuzdan bir qaşıq, biraz çox oldu deyəsiniz, tökdüm və bunu qarışdırırıq. Və qarışdırdığımız müddətdə görürsünüz ki, həmən bu düyü necə də qapqara vəziyyətə gəldi. Yəni bildiyimiz orqanizmimizdə, yəni bütün çirkablar, baxın, bu dərəcədə olur. Burada çox töküldü də, qapqara oldu, gördüyünüz kimi. İndi mən sizə həmin bu, bayaq danışdığım İKAM məhsulundan ən azı 2-3 kapsula daxil edəcəm həmin tökdüyüm məhlulun içərisində. Gördüyünüz kimi, mən burada bir neçə məhsullarda istifadə edirik. Tək İKAM məhsul deyil. Profilaktik olaraq məhsullardan biz istifadə edirik. Və bu məhsuldan, gördüyünüz İKAM məhsulundan birinci kapsuladır. Yəni bu kapsulanın özü də atılmır, yeyilir. Yəni insan orqanizmində heç bir problemi yoxdur. İkinci məhsulumuz. Və bu da üçüncü məhsulumuz. Mən bunu yaxşı qarışdıracağım. Gördüyünüz kimi suyun rəngi açılmağa başlayır. Görürsünüz, yaxşı rəngdən fərqli olaraq artıq rənglər açılmağa başlayır. Bunu mən qarışdırıram çoxlu ki, tökdüyüm məhsul orada öz effektini göstərir. Bayaq tökdüyüm suyla, indiki tökdüyüm suda görürsünüz necə fərq yaranır. İndi sadəcə bunun davamlı qarışdırmaq lazım ki, həmin məhsulun ağardığını biz görək. Və mən bir dənə də kapsula bura əlavə edəcəm dostlar. Çünki bayaq yodumuz, məhsulumuz çox töküldü bura. Çox tüzləşmə getdi. Mən yenidən məhsuldan əlavə edim, qarışdırıram. Gördüyünüz kimi su necə şəffaflaşır. Baxın, bayaq ki suyun rəngdəydi. İndi artıq suyumuzun rəngi də açılır. Bağırsağımızda toksinləşmiş, yığılmış, baxın. Düyünün özü də artıq rəngləri fikir versə arasında necə ağarıbdır. Bizim yediyimiz, içdiyimiz hər bir şey, istifadə etdiyimiz məhsul orqanizmdə yığılaraq belə bir kirəclər əmələ gətirir. Məhz belə təşkil şirkətinin istehsal etdiyi həmin bu İKAM vasitəsi ilə təmizləmə proseduru yerinə yetirilir ki, orqanizmdə bütün şlaqlardan azad olsun. Siz də belə bir problemlərdən əziyyət çəkirsinizsə, bizlərə müraciət edə bilərsiniz. Gördüyünüz kimi içərisində ağarır, düy dənəcikləri fikir verirsiniz, artıq ağarır. Yəni mən bunun içərisində hafıza 4-5 dənə kapsula İKAM məhsul tökdüm və yavaş-yavaş məhsulumuz zaten görsənir. Həm suyu şəffaflaşdı, həm də düylərimiz artıq ağarmağa başladı. Yəni bu dərəcədə yüksək təmizlənmə proseduru yerinə yetirilir. Görürsünüz necə fərq var. Ayaqlarım çox qaraydı, biraz da açılırdı, indi daha da açılmağa başladı və fərq həqiqətən də hiss olunur. Yəni bu nə deməkdir dostlar? Yəni hər bir insanın yediyi, içdiyi müntəzəm olaraq təbii ki yağlıq,
duzlu, xəmir xörəklərindən istifadə edən şəxslər damarlarda kirəclər yaranır və bu sonradan bir fəsadlara çevirir. İnsan orqanizmində tromblaşma, ürəkdə tıxanma, eyni zamanda insult, infarkt kimi xəstəliklərlə sonuc nəticələnə bilər. Və bu baxıma görə də qarşısını almaq üçün təbii ki, biz yediyimizi, içdiyimizi birinci öncəsinə diqqət etməliyik ki, hər bir şeyi biz orqanizmə ötürməməliyik və ötürdüklərimizi də qarşısını heç olmasa almaq üçün yeganə bir vasitə TNT şirkətinin istehsal etdiyi məhz bu təmizləyicilərdən bir dənəsi olan bir neçə təmizləyicilərimiz var təbii ki, və bunlardan biri də məhz İKAM məhsuludur. Fərqi siz də gördünüz, yəni bu problemlərdən qurtarmaq üçün, bu problemləri yaşamamaq üçün, damarlarınızda, orqanizmdə tıxanmalar olmaması üçün, müəyyən bir xəstəliklərə sonradan yaşamamaq üçün öncədən özünüzü sığortalayın ki, bu xəstəliklərlə üz-üzə qalmayasınız. Həmişə sağlam olun.